Axırıncı görüşüm ondan 24 sentyabrda oldu. Ben qardaşıma sual verdim ki, biz müharibəyə olanda ikimiz bir yerdə gedəcəyik. Nəyə görə mənə aparmadın özündən? O da dedi ki, hər evdən bir nəfər. Evdən çıxanda hamımızdan bir-bir sağollaşdı. Mənə də dedi ki, ana, bacı, ev sənə əmanət. Mən də buradayam. 10 yol çəkilər tutacaq inşallah. Yaxşı çəkilər tutacaq. Biz hazırda Vətən müharibəsinə qəhrəmancasına şəhid olan Ariz Məhərrəmovun evinin qarşısındayıq. O təkcə ailəsini yox, bütöv Azərbaycanın fəxridir. Onun göstərdiyi qəhrəmanlıqlar daim olaraq əbədiyyətə həkk edilmişdir. Az sonra şəhidimizin ailəsi ilə danışacaq, onun xatirəsini birlikdə yad edəcəyik. Ariz ailənin 3-cü övladıdır. 1982-ci ildə dünyaya gəlib, Qaranur orta məktəbinə 1-ci sinifə gedib, həmin məktəbi qutarıb, sonra hərbi xidmətə çağırılıb, hərbi xidmətdən də sonra gizirlik kursunda davam etdirib. Qulluqda olduğu vaxtı fərqlənmə diplomları aldı, idman cəhətdə həmişə tərifnamələr aldı. Dostluğa çox sadiq bir uşaq idi. Arizdə həmişə bir vətənə, ailəyə, özündən böyüyə sevgi gördüm. Ona görə də ki, elə bil ki, bəlkə də onun ən böyük arzusu ilə şəhid olmaq idi, ona da getdi çatdı. Sonra bu bəzi hərbi hissələrdə qulluq etdi və müharibə haqqında həmişə narahat idi. Bir də oturmuşduq evdə uşaqlarla bircə, dedim amma sənə bir sual verəcəm, ancaq səmimi ol. Birdən müharibə başlasa, sən bizim hansımızın müharibəyə getməyinə razı olarsan. Mən dedim, dayandım, söz tapmadım deməyə. Dedi, bax, cərgəyə düzülmüşük, bir addım irəli kimə deyərsən. Dedim, bala, onu mən düşünərəm. Dedim, amma, deyilən Ariz, bir addım irəli. Ariz kəşfiyyatçı idi, Ariz gözəl snaper atandı, Ariz yəni sərras atıcı idi. Həmişə bir arzusu var idi. Mən elimin, obamın, şəhid olanların qanını almalıyam. Özdə o heç vaxtı, yəni bir söz olan kimi deyirdi, müharibə başlasa birinci gün gedəcəm. Mən də deyirdim, ay bala, sən toya gedəsən. Dedi, yox, mama, biz bunu etməliyik. Yoxsa bizim balalarımız, analarımız, bacılarımızın aqibəti necə ola bilər? Bir mesaj yazıb rəisinə ki, bəs rəis o telefonumuzda qalır, bəs rəis hamı çağırırlar və mənim adım heç yerdə yoxdur da. Rəis də buna cavab yazıb ki, Ariz, darıxma günən, heç kəsə çağırmırlar, sən narahat olma günən. Lazım olanda səni çağıracaq. Deyir, hə, bu günü mən çox həsrətlə gözləyirəm, rəis. Axırıncı görüşüm ondan 24 sentyabrda oldu. Atası ilə yanaşı oturmuşdu, gəldi, bizlə o qədər səmimi danışdı, mehriban. Belə dedim, amma xəbərim var, havadan barıt hissi gəlir. Dedim, ay Ariz, sənin elə dərdin sərin ancaq barıt ancaq silahdır, başqa şey fikirləşmirsən. Dedim, amma mən müharibədə gedib erməni öldürməyincə sakitləşməyəcəm, mən bunu etməliyəm. 27-ci günü özü dostları ilə görüşdü və taksiyə minib yenə cəbhəyə yollandı, Suqovuşanda şəhid oldu. Ən böyük arzusu məncə bəlkə də o idi.
Amma o arzusu məni qürurlandırır, məni başımızı uca etdi, amma bir övlad itkisi, bir övlad acısı məncə ana üçün çox çətindir. Mən Arizlə son danışığım, yəni evlərindən çıxanda belə oldu ki, mən hər gün saat 8-də zəng edirdim ki, evdəsən, hardasan? Həmən vaxtı evdə idi. Mən son zəngimi qəbul eləyib, sonra bildi ki, ondan sonra zəng vurmayacam. Çünki uşaqların səsi gəlirdi. Yəni gələndə mən bilirdim ki, evdədir, artıq da evdən çölə çıxmayacaq. Son danışığımız müharibəyə gedəndə onda olub. Bir də sentyabrın 29-u danışdıq. Mən qardaşıma sual verdim ki, biz müharibəyə olanda ikimiz bir yerdə gedəcəyik. Nəyə görə mənə aparmadın özündən? O da dedi ki, hər evdən bir nəfər. Son danışığımız bu oldu. Atam çox vətənpərvər idi. Həmişə bizi çox istəyirdi. Evdən çıxanda hamımızdan bir-bir sağollaşdı. Mənə də dedi ki, ana, bacı, ev sənə əmanət. Mədninin də İsmail mənim qardaşımın əmanatlarıdır. Onlardan bir tələb eləyirəm ki, atalarının adını qoruyub saxlasınlar həmişə. Mən də onların əmsiyəm. Nə qədər canımda can var, yanlarındayım. Balalarının xoşbəxt olmağını arzulayırdı. Balalarının gələcəyi haqqında çox düşünürdü. Çox zəhmətkeş uşaq idi. Özü öz əlləri ilə həyatında hər şey qurdu, hər şey yaratdı. Qardaşlığa çox sadiq idi. Uşaqlığımdan qardaşıma arxalanmışam, həqiqətən. Yəni mən balacalığım, yəni mən belə deyək də, Arizə görə dosta ehtiyacım olmayıb. Uşaqlığımdan Arizə arxalanmışam. Həmişə elə o bugünkü gündə nəsə bir çətinlik olanda yadıma düşür. Xəstələnmişdim, möhkəm xəstələnmişdim. Elə bildim yanımda oturub. Belə üstümə belə əli ilə belə vurur ki, mama, xahiş edirəm ölmə. Sənin ölməyə haqqın yoxdur. Bilmirəm o nə deməkdir. Mən atamın şəhid olduğunu heç kimi öyrənməmişdim. Mən bir dənə atamın nə əşkəndi görəndə bilmişdim atamın şəhid olduğunu. Mənim üçün yəni bugünkü gün qədər ağırdır da, həmən gün bu gün fərqi yoxdur. Oğlu elə bil Arizin səsidir. Oğlu Arizin danışığıdır. İstəyin adama çatdırmağıdır. O elə bilirəm ki, Ariz yanımdadır. Oğlu o qədər ki ona bənzəyir, o qədər onun səsi, istəyi, yəni sevgisi, etirazı çox bənzəyir. Bircə kəlmə dedi ki, mən şəhid olsam, mən bilirəm ki, mənim balalarım çətinlik çəkməyəcəklər. Çünki dövlət onlara sahib çıxacaq. Dövlətimiz də sağ olsun. Yəni mən dövlətimdən razıyam. Çünki diqqətdən kənarda qalmayıblar. Bugün biz şəhidimiz Ariz qardaşımızın evindəyik. Onların ailəsi ilə görüşdük. Bizim üçün qürur vericidir ki, çox kiçik də olsa olan ailəsinə dəstək, hədiyyə təqdim edə bilirik. Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası və üzvlərimizin sosial fəaliyyəti çərçivəsində biz kiçik hədiyyələri Ariz qardaşımızın ailəsinə və övladına təqdim edəcəyik. Gələcəkdə də bu fəaliyyəti davam etdirməklə şəhidlərimiz, qazilərimizə əlimizdən gələn mümkün dəstəyi göstərməyə çalışacağıq.